Yaxşı, kimdir o? İmadəddin Nəsimi, böyük Azərbaycan şairi. İlk sualımızı Əsəd Cahangirə, tədqiqatçı alimə ünvanlayırıq. Kimdir o? İmadəddin Nəsimi, Nizami Gəncəvi, Məhəmməd Füzuli, Şah İsmail Xətai da daxil olmaqla Azərbaycan divan ədəbiyyatının 4 böyük sütunundan biridir. İmadəddin Nəsimi, şərq fəlsəfəsi və şərq irfan düşüncəsi, yəni təriqət düşüncəsi tarixində öz əqidəsi yolunda canını qurban verən, Eynəlquzat Miyanəci, Şəhabəddin Söhrəvərdi kimi böyük mücahidlər sırasına daxil olan bir qəhrəmandır. İmadəddin Nəsimi, şərq intibahının, Azərbaycan və Türk intibahının ən böyük nümayəndələrindən biridir və bununla da Qərbi Avropanın, tutaq ki, Giordano Bruno, Galilei, Kepler və s. kimi ən böyük zəka sahiblərinin Azərbaycan, Türk və şərq dünyasındakı analogudur. Nəhayət, İmadəddin Nəsimi Azərbaycan xalqının bədii ədəbiyyatının fəxridir və İmadəddin Nəsimi insanın ölməzlik ideyası, böyüklüyü ideyasının ilk daşıyıcılarından biridir ki, müasir dünya həmin düşüncə səviyyəsinə, qərb dünyası da bura daxil olmaqla məhz bugün gəlib çatmışdır. Ona görə də İmadəddin Nəsimi həm də bizim müasirimizdir.